Bu, mənim siqaretsiz keçən 7-ci günümdür. Siqaretdən imtina etmək təkcə şəxsi bir qərar deyil. Bu, həm də ailəmə, dostlarıma və ətrafımdakı insanlara təsir edən bir dəyişiklikdir. 20 il siqaret çəkmişəm və bu 7 gün heç də asan olmayıb. Hər gün, hər an vərdişlərimlə vidalaşmaq, sanki öz kölgəmlə vidalaşmaq kimidir. Hər addımda, hər xatirədə, hər fasilədə ağlıma siqaret gəlir. Bəzən düşünürəm, azadlıq nədir? Vərdişlərimizin əsiri olmaq, yoxsa onlardan qurtulmaq? Bəzən elə bilirəm ki, beynim məni geri çağırmağa çalışır. Özümə sual verirəm, mən kiməm, arzularım, yoxsa zəifliklərim? Bəzən beynim belə deyir, hamı ölür, bir dənə çəksən nə olacaq ki? Amma həyatın mənası sadəcə yaşamaq deyil, seçdiyimiz yolda iradə göstərməkdir. Bu düşüncələr çox real və çox israrlıdır. Hər dəfə özümə sual verirəm. Azadlıq həqiqətən nə vaxt başlayır? Amma bilirəm ki, bir dənə çəksəm, hər şey yenidən başlayacaq. Dəyişmək üçün cəsarət lazımdır. Bəzən isə sadəcə bir anlıq qərar. Bu 7 gündə 181 siqaret çəkməmişəm. Hər imtina etdiyim an, özümə bir addım daha yaxınlaşıram. 38 manat qənaət etmişəm. Amma ən böyük qazancım azadlıq hissidir. Bu mübarizə asan deyil, amma gerçəkdir. Hər gün bir az daha güclənirəm. Hər gün bir az daha özümü tapıram. Siqaret həyatımıza sahib olmamalıdır. Həyatın mənası bəlkə də özümüzü yenidən yaratmaqdır. Əgər sən də tərk etmək istəyirsənsə, yaz, başlayıram. Bəlkə də bu sənin azadlıq yolunda ilk addımındır. Kanala abunə olmağı unutma. Səncə, insan həqiqətən dəyişə bilərmi, yoxsa sadəcə vərdişlərini dəyişir?